Salam yığımlar. Xoş qədəmin verilişinə xoş gəlmisiniz. Bu günlər sizlərlə problemlərimizi danışacağıq. Pardon. Qarpagində Toyota Corolla'ya 2 təkər verəcəyik. Əgər dostlar takaslıq maşınlarınız vardasa, idinizi yazın şərhlərdə. Takas eləyək. Məsələn belə ambulansımız var, karavan ambulans. Özümdən eləmişəm. Otobüsümüz var. Uzundan özdə. Tırı almışdım elə belə bazardan. Bunu da bazardan almışam. Bunu takas eləmişdim. Mercedes təzə çıxan. Bu arada arxada logosu da var. Nömrə qoymamışam. Nömrəm var yadımdan çıxıb. Bunu da bazardan almışam. Türklərin sunucusunda. Türklərin sunucusunda bat adam var. Ona görə ora girirəm. Azərbaycan sunucusunda yoxdur. Golfumuz var. Belə özümdən yığmışdım. Kim istəsə yazar. İdin şərhlərdə verərəm. Mercedes'i də bazardan almışam. Elə belə. Bəli, 2 təkər verəcəyimiz maşın dostlar budur. Toyota Corolla. İndi buna keçmirəm hələ. Bunu da özümdən yığmışam. Bunu da almışdım. Bunu da bazardan almışdım. Buna dostlar Şeftek'in arabasını düzəldərik. Dostlar bunu bazardan 1 milyona almışdım. Gördüğünüz kimi balaca maşınımızdır. Sen böyüyəndə nə olacaqsan? Supra olassan? Supramız var. Qabaq qaldırır prosta. Ona görə almışam. Bu da elə belə. Bunu da yəni taxmayın kafaya bunları. Bunu bilirsiniz də 2 təkər videosunda düzəltmişdim. Və bu da maşınımız. Neyse dostlar çox şey eləməyək. Dostlar bunlardan da var əgər istəsəz. Bu maşın. Sonra polis belə maşınımız var. Mercedes'imiz var. Bundan var. Onu bazardan almışam. Bunu da bazardan almışam. Bugatti'miz var. Prosta yaxşı Bugatti deyil. Bir tane bu var. Bir tane də Glass 63. Budur maşınlarımız yəni. İndi çox keç danışmadan, çox bırtlamadan elə bir dilot yemişik. Keçək Toyota Corolla'ya 2 təkər verməyə. Bəli dostlar, bildiyiniz kimi motor 15 minlik, çift turbo 50 minlik, yəni təkər rezində 3 minlik off-road. Spansiyon həmişə kimi gördünüz. Ağırlıq mərkəzdə belə olacaq. Biraz göstərim. İncilvari belədir, düzəldib zad eləyərəm. Toyota Corolla'nın bu arada dostlar almışam. Bir çox maşınları bazardan almışam mən, gördüyünüz. Hətta ki dostlar, kim maşın satır, promoya alıram da. Bəli, drift moduna keçirdərək. 6 dinamik açırıq. İki təkər. Oba! Qəşəng dostlar 2 təkər. Buradan da bir daha 2 təkər. İçindən 2 təkər verəcəyik. İçi çox da zor deyil. Bir də 2 təkər. Oba! Qəşəng içindən 2 təkər. Biraz yuxarı qaldıraq. Ki görə bilək yolda. O boyu balaca boy qadınlar sürəndə qalır həmişə. Onun kimi idi. Boylana qalırlar. Nəysə, indi bir çöldən verək. Bir dənə də 2 təkər sizin üçün. Sizin üçün qəşəng 2 təkər oldu. Düzdür, vurdıq maşını. İndi sağ dostlar gördüğünüz kimi Toyota Corolla'ya da verdik təkərimizi. Bu ona girişik də Toyota. Əgər deyirəm yenə də takaslıq maşınlarınız varsa mənimlə takas eləyə bilirsiniz. Bəli dostlar.
Burada bəzi maşınların içi görsənmir məndə dostlar. Məsələn 07 falan. Görsənən maşınların deyim içi. Məsələn bu qəşəng. Bu görsənir məndə. Sonra hansı görsənir? Deyib bu dıqqılı maşın görsənir içi. Mercedes görsənmir. Avtobus da görsənir dostlar. Karavan. Demək olar ki bunlar. Bir də dostlar bunun için çox zordur. Baxın buradan rolun görürsünüz. Kamerası da var. Şeyi görmək olur. Xəritəni. Bunlardır. Sağ olun dostlar. Sağlık kalın. Kanalıma abone olup like atmayı unutmayın. Xoşqabətlərimin verilişi bura qədər idi. Pardon. Videomuz bura qədər idi. Sağ olun, salamat qalın. Abone olun.